Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər. Qarabağ komandası İngiltərəyə yola düşdü. Liverpool səfərindən Qarabağ xal gətirə biləcəkmi? Oyunun hakimi kimdir? Çünki hakim bizim üçün önəmlidir. Hər oyunumuza təsir edən əsas amillərdən biridir. Bundan əlavə Qarabağ komandasını play-offda kimləri gözləyir? Qarabağ komandası play-offda kimlərlə qarşılaşacaq? Play-offun püşkatması nə vaxt olacaq? Oyunları nə vaxt olacaq? Bu və ya digər maraqlı məlumatlarla yanaşı Qarabağın gündəliyində daha bir futbolçunun adı var ki, bu futbolçu Qarabağın sıralarına yaxın günlərdə qoşula bilər. Bu futbolçu haqqında da sizləri məlumatlandıracağam. Qarabağın ən bahalı transferlərindən biri olacaq, əgər bu transfer baş tutarsa. Sona qədər izləsəz, bu və ya digər olduqca maraqlı xəbərlərdən xəbərdar olacaqsınız. Siz kanala abunə olun, bildirişləri açıq tutun, videonu bəyənin və mütləq şərhlər bölümündə fikirlərinizi yazın dəyərli dostlar. Hər birinizdən ən azı bir şərh yazmağı və videonu bəyənməyi rica edirəm. Qarabağ üçün bunu edək. Dəyərli dostlar, mən isə vaxt itirmədən məlumatlara keçid alım. Dəyərli izləyicilər, bir qədər öncə qeyd etdiyim kimi Qarabağ komandası bugün İngiltərəyə yola düşüb. Bakı vaxtı ilə saat 15:00-da Heydər Limanına, hava limanına xüsusi reys ilə, charter reysi ilə Liverpool şəhərinə yola düşüb. Komanda üzvlərinin hava limanından görüntülərini hal-hazırda ekranda sizlərə təqdim edirik. Ümid edirəm ki, necə ki, sevinə-sevinə, gülə-gülə gediblərsə elə qələbə sevinci ilə də geri dönərlər inşallah. Biz təbii ki, Qarabağ komandasından qələbələr gözləyirik və bu qələbələr də inşallah ki, gələcək. Playoff mərhələsinə artıq Qarabağ demək olar ki, yüksəlib. Bir qədər sonra playoff mərhələsi barəsində danışacağam və transfer xəbərlərindən danışacağam. Amma ilk öncə, dəyərli dostlar, sizə Liverpool-Qarabağ matçı haqqında bir qədər məlumat vermək istəyirəm. Oyun 28-dən 29-dan keçən gecə saat 12:00-da start götürəcək. Enfield stadionunda təqribən 60-61 min azarkeş qarşısında Liverpool-Qarabağ matçı başlayacaq ki, bu görüşdə Azərbaycan təmsilçisinin də kifayət qədər azarkeşi olacaq. Dəyərli dostlar, hal-hazırda Liverpool komandası 4-cü pillədədir Çempionlar Liqasında, Qarabağ komandası isə 18-ci pillədə qərarlaşır. Qarabağ komandasının baş məşqçisi Qurban Qurbanovdur, heyətdə ekranda görürsünüz. Rəqib komandanın baş məşqçisi hələ ki Arne Slotdur. Niyə hələ ki deyirəm? Çünki Qurban Qurbanov sözün yaxşı mənasında Arne Slotun torbasını tikəcək deyəsən. Çünki Qurban Qurbanov artıq bu il bir neçə məşqçinin torbasını tikib. Belə ki, Benficanı məğlub elədi, Benficanın baş məşqçisi qovuldu. Kopenhageni məğlub elədi, az qaldı Kopenhagenin də məşqçisi qovulsun. Napolini laxlatmışdı, əgər qalib gəlsəydi 100% Conte'ni qovacaqdılar Napolidən, amma şansları gətirdi, sonunda 2 qol vura bildilər. Chelsea-ni məğlub elədi, 1-2 oyun sonra Chelsea-nin baş məşqçisi qovuldu. Dəyərli izləyicilər, yəni aldığımız məlumata görə də Liverpool komandası Arne Slot'u qovmaq istəyir və çox güman ki, Qarabağ komandası Liverpool'u məğlub edəcək, Arne Slot qovulacaq və onun yerinə Xabi Alonso gətiriləcək və hətta Liverpool artıq onunla danışıqlara başladığı bildirilir. Qeyd edim ki, Arne Slot, baş məşqçi Arne Slot ilə deməli komandanın əsas futbolçularından biri Muhammed Salahın yola getmədiyi bildirilir dəyərli dostlar. Onu da sizin nəzərinizə çatdırıb. Bir qədər sonra heyətlər barəsində danışacaq bu öz yerində. Hal-hazırda ümumi demək istəyirəm ki, Qarabağ komandası bu səfər matçından xalla qayıda bilər. Liverpool komandası hal-hazırda stabil çıxış eləmir. Çempionatda məsələn 6-cı yerdədirlər, 36 xallar var və liderdən kifayət qədər geri qalırlar. Amma Çempionlar Liqasında 4-cü pillədədirlər və ilk 8-də qalmaq üçün Qarabağdan bir xal götürmək də kifayət edə bilər. Hətta xal götürməsə belə 8-də qala bilərlər. Amma hər halda Arne Slot istəyir ki, Qarabağ komandasını böyük hesabla məğlub eləsinlər. Digər tərəfdən komanda üzvləri də onun getməsini istəyirlər. Ona görə də Qarabağla oyunda biraz həvəssiz ola bilərlər. Qarabağ komandası da Liverpool komandası cəzalandıracaq gücdədir. Çünki həqiqətən komanda şəklində Qarabağın əsas heyəti möhtəşəm oyun göstərir.
Ola bilsin, sual verə bilərlər ki, Kəpəzi məğlub edə bilməyən, öz meydanında Kəpəzi məğlub edə bilməyən Qarabağ komandası İngiltərə səfərində Liverpoolu məğlub edə bilərmi? Bilər. Çünki Qarabağ komandası Kəpəzlə oyunda ikinci heyətlə çıxmışdı və bəlkə də bilmirəm, bəlkə də Kəpəzə xal vermək lazımdır, belə deyək. Ona görə o heyətdən çıxmışdılar. Amma təbii ki, Liverpoolla maçda bax bu gördüyünüz ekrandakı heyətlə çıxacaqlar. Biz bir qədər heyət barəsində danışaq, daha sonra püşkatma və playoff mərhələsi haqqında danışacağıq dəyərli dostlar. Playoff mərhələsində rəqibimiz kimlər ola bilər? Qısa onu da sizin nəzərdə çatdıracaq. Rəqib komandadan başlayaq. Gəlin görün necə möhtəşəm bir heyət var. Təsəvvür edin, Qarabağ komandası son mövsümdə cəmi 900.000 avro deməli transferlərə xərc çəkib. Amma Liverpool komandasına gəlin baxaq, sadəcə 145 milyon avro Newcastle-dan Alexander Isak'ı transfer etməyə xərcləyiblər. 125 milyon veriblər, Florian Wirtz'i gətiriblər. 95 milyon veriblər, Hugo Ekitike'ni gətiriblər. Jeremy Frimpong üçün 40 milyon. Milos Kerkez üçün 47 milyon xərcləyiblər. Yəni, görün nə qədər böyük rəqəmlər xərcləyiblər. İndi davamın saymaqla bitməz dəyərli dostlar. Məsələn, 31 milyon Giovanni Leoni üçün xərcləyiblər. Hələ ardını yəni gətirsəm, nə qədər istəsəm danışmaq olar ki, bu qədər transferlərə pul xərcləyiblər. Və bugün Liverpool komandasının transfer dəyəri 1 milyard, milyon yox, 1 milyard deməli 1 milyard 400 min avrodur. Yəni 1 milyardı biraz keçib. Liverpool komandasına gəldikdə, Liverpool 6 dəfə Çempionlar Liqasını qazanmış bir komandadır. Və 20 dəfə İngiltərə çempion olmuş bir komandadır. 4 dəfə UEFA Super Kubokunu qazanmış komandadır. 3 dəfə Avropa Liqasını qazanmış komandadır. Yəni Liverpool dünyanın ən güclü və ən güclü komanda olması ilə, ən güclü komandalardan biri olması ilə yanaşı ən zəngin qələbə tarixi olan komandalardan biridir. Və bugün Qarabağ komandası bəlkə də bu mərhələdəki ən güclü rəqibi ilə qarşı-qarşıya gəlir. Çünki Chelsea ilə qarşılaşdığımız dövrdə də Chelsea tam formada deyildi və eyni zamanda Qarabağla oyuna tam heyətlə gəlməmişdir. Bugün Qarabağ komandası ən çətin, daha doğrusu qarşıdakı gün ayın 28-də çox çətin bir oyuna çıxacaq. Ümid edirəm ki, bu oyunda Qarabağ komandası üzümüzü ağ eləyəcək. Nəticənin nə olmasına asılı olmayaraq komandamıza dəstəyi və möhtəşəm oyun nümayiş etdirəcəyinə inanırıq. Nəticə pis və yaxşı ola bilər. Dəyərli dostlar, rəqibin heyətinə bir baxaq, qısa olaraq o zaman itirməyək. Belə ki, qapıda Alisson Beker'dir. Alisson Beker'i hal-hazırda ekranda görürsünüz dəyərli dostlar. Alisson Beker'in transfer dəyəri, yəni mən start heyətini sadəcə transfer dəyərlərini sizin nəzərinizə çatdırmaq istəyirəm. Alisson Beker'in transfer dəyəri 17 milyon avrodur. Burada Georgi Mamardashvili də var. Bilirsiniz, Sevilla komandasından gəlib 28 milyon avro dəyərində bir qapıcıdır. Ola bilsin ki, bəlkə də qapıda o da dura bilər. Amma məncə Alisson Beker olacaq. Müdafiənin sol cinahında dəyərli dostlar, Frimpong var, yeni transfer. Bundan əlavə sağ cinahda Milos Kerkez var, bu da yeni transferdir. Bəlkə də Liverpoolun bu il oyunun alınmaması məsələsi biraz yeni futbolçulara daha çox şans verilməsi ilə bağlıdır. Komanda hələ bir-birinə uyğunlaşmayıb və qeyd etməliyəm ki, komanda uyğunlaşmasıyla yanaşı hər biri özünə görə dominant futbolçudur və hər kəs özünə oynayır sanki. Və müdafiənin mərkəzində Van Dijk var, dəyərli dostlar, çox təcrübəli futbolçudur və onunla yanaşı Joe Gomez də mərkəzdədir. Dayaq yarım müdafiəçiləri Alexis McAllister, çox təcrübəli futbolçudur və Ryan Gravenberch. Ekranda görürsünüz dəyərli dostlar. Bundan əlavə hücuma meyilli yarım müdafiənin sağ cinahında Dominik Szoboszlai və
Kadi Gakpa var dəyərli dostlar. Kadi Gakpa üzr istəyirəm. Bəli, Kadi Gakpa uzun xəttindədir. Florian Wirtz var burada. Florian Wirtz-i görürsünüz dəyərli dostlar. Hansı ki Bayer Leverkusenində çıxış etdiyi dövrdə Qarabağa qarşı oynayıb və Qarabağa məyus edə bilib, oyunun taleyini dəyişə biləcək futbolçulardandır dəyərli dostlar. Və hücumun sivri ucunda Kadi Gakpa var və eyni zamanda Muhammed Salahı da görürük dəyərli dostlar burada. Bu arada çox da danışmaq ehtiyacı yoxdur Muhammed Salah haqqında. Yəni ki, hər birinizin kifayət qədər məlumat var. Qarabağ bu heyətə qarşı hansı heyətlə mübarizə aparacaq? Qapıda Matiusz Kuchalski var dəyərli dostlar və möhtəşəm çıxış. Matiusz Kuchalski həqiqətən möhtəşəm çıxış və hər oyun bizi daha da çox təcrübələndirməyi bacarır. Məncə onun üçün çox böyük təkliflər gələcək. Müdafiənin sağ cinahında Matios Silva var, möhtəşəm futbolçumuzdur. Sol cinahda Elvin Cəfərquliyev və müdafiənin mərkəzində Kevin Medina və Bəhlul Mustafazadə. Bu ehtimal olunan Qarabağın start heyətidir dəyərli dostlar. Dayaq yarım müdafiəçilər Pedro Bicalho və Marko Yankovic və hücuma meyilli yarım müdafiənin mərkəzində 9 nömrə Johnny Montiel. Bu arada yeni transfer gələcək. 9 nömrə çox güman ki, Johnny Montiel'dən alınacaq. Yeni hücumçuya veriləcək. Leandro Andrade sağ cinahda, Abdullah Zubir sol cinahda və hücumun sivri ucunda Camilla Duran dəyərli dostlar, Qarabağın qol ümidi. Nə düşünürsünüz? Camilla Duran Liverpool'la oyunda da fərqlənə bilərmi? Fikirlərinizi şərhlər bölümündə yazın. Heyətlər təqribən sizlərə də bəllidir, bizlərə də bəllidir artıq. Komandalar haqqında ümumi bilgiləriniz də var. Düzdür, Qarabağ komandası da bu il Çempionlar Liqasında diqqəti o qədər ayrılıb ki, əsas Azərbaycan çempionatında vəziyyət o qədər də yaxşı deyil. Son turda da Kəpəzə məğlub oldular və Sabah son turda qalib gəldi və Qarabağla fərqi 4-ə çatdırdı liderlik mübarizəsində. Amma Liverpool'un da düşərgəsində sabitlik yoxdur. Komandada gərginlik olduqca yüksəkdir. Ümid edirəm ki, Qarabağ komandası rəqibi cəzalandırmağa bacaracaq. Və dəyərli dostlar, bu möhtəşəm maçdan gözləntilərimiz haqqında danışdıq. Bu maçın nəticəsindən asılı olmayaraq böyük ehtimalla Qarabağ komandası növbəti mərhələyə çıxıb deyə bilərik. İlk öncə onu qeyd edim ki, playoff mərhələsində 9-24-cü yeri tutan komandalar iştirak edəcək. 9-16-cı yeri tutan komandalar deməli 2-2 ayrılacaqlar və səpələnməmişlər səbətində yer alacaqlar və səpələnmişlər səbətində 2-2 ayrılaraq 17-24-cü yer tutan komandalar yer alacaq. Beləliklə 9-10-cu yer tutan məsələn komanda 23-24-cü yer tutan komandalarla rəqib olacaq. Püşkatma nəticəsində 9-un 23 ilə yoxsa 24 ilə düşdüyü, 10-un 23 ilə yoxsa 24 ilə düşdüyü bəlli olacaq. Yəni bu şəkildə olacaq. 11-12-ci yerlər isə 21-22-ci yerlərdə, 13-14-cü yerlər isə 19-20-ci yerlərlə rəqib olacaq. Və hesablamalar göstərir ki, Qarabağ komandası böyük ehtimalla 21 ya 22-ci yerdə qərarlaşacaq. Belə olsa, Qarabağ komandası əgər 21-22-ci yerdə qərarlaşsa, o zaman deməli 11-12-ci yerdə olan komandaların biri ilə rəqib olacaq ki, ehtimal olunur ki, burada Chelsea Sporting komandası yer alacaq və yaxud əlavə olaraq Atalanta, Newcastle, Juventus, Atletico və digər bir neçə komanda Qarabağın potensial rəqibləri siyahısındadır. Amma yenə də qeyd etdiyim kimi, burada Chelsea, Sporting, Atalanta, Newcastle, Juventus, Atletico'nun şansları daha çoxdur Qarabağla rəqib olmaq üçün. Bəli, gələk Qarabağ komandası playoff mərhələsinə tutaq ki, yüksəldi. Playoff mərhələsinin oyunları nə vaxt keçiriləcək? Playoff mərhələsinin oyunları 17-18 fevral və 24-25 fevralda başlayacaq. Əgər 17 fevralda oynayıbsa, yəni ikinci gün oynayıbsa, növbəti həftənin 3-cü günü, yəni 25 fevralda cavab görüşünə çıxacaq. Əgər ilk həftənin 3-cü günü oyun keçiribsə, növbəti həftənin 2-ci günü artıq cavab qarşılaşmasına çıxacaq, yəni 24-də. Bunu da sizin nəzərinizə çatdırdıq. Dəyərli dostlar,
Bu mərhələdə artıq eyni ölkənin komandaları da bir-birindən rəqib ola bilər. Yəni iki İtaliya klubu, iki İngiltərə klubu məsələn bir-birindən rəqib ola bilər. Əgər stadion və şəhər kəsişməsi olarsa, o zaman müəyyən qərarlar verilib, onların saatı və yaxud günü dəyişdirilə bilər. Yəni eyni şəhərdə bir neçə oyunun keçirilməsi təhlükəsizlik baxımından etibarlı deyil. Ona görə də oyunların saatları və günləri dəyişdirilə bilər və yaxud məkanları dəyişdirilə bilər. Əgər eyni stadionda keçirilirsə oyunlar, məsələn Milan və Inter Milan komandaları oyunlarını eyni stadionda keçirirlər. Əgər onların oyunları eyni günə düşərsə, o zaman birinin oyunu qaydalar çərçivəsində dəyişdiriləcək. Playoff mərhələsi 2 oyundan ibarətdir. 2 oyunun nəticəsinə görə qalib gələn komanda 8-də 1 final mərhələsinə yüksələcək və 8-də 1 final mərhələsində liqa mərhələsində ilk 8 yer tutan komanda playoffdan 8 komandanı gözləyəcək. Ona görə də ilk 8-yi tutan komandalar da bizim maraqlıdır. Çünki Qarabağ komandası playoffdan əgər 8-də 1-ə yüksəlsə, o komandalardan biri ilə rəqib olacaq. Qeyd edim ki, 8-də 1-in püşkatması 27 fevral tarixində keçiriləcək. Həmçinin həmin gün 4-də 1 və yarım finalın da püşkatmaları baş tutacaq. 4-də 1 finalın oyunları 7, 8, 14, 15 aprel tarixlərində baş tutacaq. Yarım final oyunları 28-29 aprel və 5-6 may tarixində baş tutacaq. Qaldı ki, Çempionlar Liqasının finalına 30 may tarixində deməli Macarıstanın Budapeşt şəhərində final qarşılaşması baş tutacaq. İndi isə qayıdaq geriyə, dəyərli dostlar, ayın 28-dən 29-dan keçən gecə Qarabağ komandası Liverpulla qarşılaşacaq. 29 isə Çempionlar Liqasının digər oyunları baş tutacaq. 29-dan 30-dan keçən gecə. Və 30-u günorta saatlarında canlı yayında sizlərə püşkatmanı təqdim edəcək və Qarabağın playoff mərhələsindəki rəqibi dəqiqləşəcək, dəyərli dostlar. 29-u gecə mən sizə Qarabağın potensial rəqiblərini tam dəqiqliyi ilə çatdıracağam. Hal-hazırda ehtimalları çatdırdıq sizə. Tam dəqiqliyi 29-unda potensial rəqiblər bəlli olacaq, sizə çatdıracaq və ayın 30-unda püşkatmanı canlı yayında yalnız abunəçilərimiz üçün təqdim edəcək. Ona görə də abunə olun, bildirişləri açıq tutun. Biz isə komandamıza uğurlar diləyirik. Bəli, püşkatma haqqında, hər şey haqqında danışdıq. İndi gələk, dəyərli dostlar, Qarabağ komandasının bu görüşdə hakim qərəzinə yenə məruz qalacaq. Bir məqamı sizin nəzərinizə çatdırmaq istəyirəm. Bu hakim Qarabağın oyununu ikinci dəfə bu mövsüm idarə edəcək. Söhbət İvan Qurujlyakdan gedir. Slovakiyalı hakim Qarabağın Şkendiya səfərində keçirdiyi qarşılaşmanı idarə etmişdi. Həmin görüşdə Qarabağ komandası 1-0 hesabı ilə qalib gəlmişdi. Amma hakimin yersiz oyunu dayandırmaları Qarabağın sürətli hücumlarının qarşısını alırdı. Mən deyərdim ki, Qarabağ üçün bir qədər qərəzli qərarlar vermişdi. Ümid edək ki, Liverpool oyunda belə qərəzli qərarlar verməz və bir daha nəzərinizə çatdırıram, ki, dəyərli dostlar, İvan Qurujlyak, Slovakiyalı hakim Qarabağın oyununu idarə edəcək. Daha sonra isə püşkatma xəbərlərini sizin nəzərinizə çatdıracaq. Dəyərli dostlar, və son olaraq sizin nəzərinizə bir də bu transferlə bağlı danışmaq istəyirəm. Transfer məsələsi nədir? Qarabağ komandası daha bir futbolçunu transfer siyasətine əlavə edib. Bu futbolçunun 3 milyon dəyəri var və yaxın günlərdə Qarabağa keçəcəyi gözlənilir. Deməli, futbolçunun hal-hazırda transferləri 3 milyondur. Sol cinah wingerdir. Mərkəz hücumçusu kimi də çıxış edə bilir. 1,84 m boyu var. 2000-ci il doğumludur. 25 yaşı var. Malta əsillidir və Fransanın Şator şəhərində dünyaya göz açıb. Və o, bu yaxınlarda səhv eləmirəmsə, ötən ildir deyəsən, yox, 2002-ci ildə 800.000 avro qarşılığında Şatordan Sion komandasına keçib və Sion komandası ilə 2028-ci ilə qədər müqaviləsi var. 2024-də müqavilə uzadıb 2028-ci ilə qədər və transfer dəyəri də kifayət qədər yüksəlib. Düşünmürəm Qarabağ komandası bu futbolçu üçün 3 milyon versin, amma pis futbolçu deyil. Ən azı 4 il, 5 il bu futbolçudan faydalana bilər Qarabağ komandası. Siz də öz fikirlərinizi yazın. Sizcə bu transfer reallaşsınmı? Qarabağa fayda verə bilərmi? Yazın fikirlərinizi.
Mən isə indi sizlə sağollaşıram. Bu günlük bu qədər. Sabahki daha maraqlı videoda görüşmək ümidi ilə hələlik.